Assalamu alaikum, Erkin muallim. Aleykümselam. Qanday ahvalinglar, yaxshimi? Alhamdulillah, Alloh shukri. Oldi bilan shunchalik aldirash bo'lsa-mu, taklifimizni qabul qilib, qimmatli vaqtini chiqarganligingiz uchun sizga ko'pdan-ko'p rahmat aytamiz. Men rahmat aytaman. Bugungi suhbatimiz tarix, ya'ni Turkiyadagi universitetlarda o'qitilayotgan tarix fakulteti haqida va tarix ilmi haqida olib beriladi. Tarix ilmi degan nima? Tarix ilmi ba'zilar tushungandek o'tmishda bo'lgan, tugagan ishlarning xabardor qilishdan iboratmi? Tarix hamda inson o'g'lining qilgan butun ishlari, moddiy ma'naviy ishlarning hammasi. Ya'ni bu tarixchilik nima ish qildi deganda, hamda tarixchilikda o'tmishdagi insonlarning qilgan ishlarini hammasini tadqiq qilish. Hamda tarix degan vaqtida inson o'g'lining bo'libmi qaysi millatga, qaysi jamoatga mansub bo'lgan bo'lsa, shu millatning ota-bobosining qilgan ishlari. Bu ishlarningki ba'zilari utuqliq bo'ladi, ba'zilari xato ishlar bo'ladi. Bu ishlardan qanday tajriba savoq ilish, qanday yakun chiqarish va bu tajriba savoqni bugun qanday ishlatish masalasi var. Chunki bugun biz yashayotgan bu jahonda nurg'un masalalar bilan yuzlashimiz. Bu masalani aniqlashda, tahlil qilishda, analiz qilishda qiynalib qolamiz. Chunki bu haqda boshqa ma'lumotimiz yo'q. Bunda bir paytda tarixda o'xshaydigan, ama aynisi emas, o'xshaydigan voqealardan ilingan tecrübe savoqlar var. Bu tecrübe savoqlar bugünkü bazı meselelerini hal qilishda bir imkanı buludu. Misalga tarix o'qigan chaqda bu sebepten bu bosqich bilan bu natijaga berildi degani o'g'indi. Ve qanday sebepten qanday natijaga borganligini o'g'indi. O jarayon, yani sebep bilan natija arasındaki o jarayonda nurg'un amiller buludu. Bu amiller o taraqqiyotni o'zgartirdi. Misalga mushu mantiqliq bilimini o'rgangandan keyin bugun nima ish qilsam, erta nima bo'ldi degan masaladami bizga bir tecrübe bergan bo'ladi. Tarixdan biz şunu o'rganamiz. Bundan keyin ishni xato qilmaslik uchun o'rganamiz. Bundan keyin to'g'ri ishlarni qanday qilishni mantiqiy jihatdan buni o'rgangan bo'lamiz. Shuningga tarix nurg'un fanlarga o'xshamaydi. İctimai fanlarga o'xshamaydi. Bu beşeri ilimler deymiz. Bu ilimlerge o'xshamaydigan o'z oldiga bo'lgan bir fandir. Hem de bazı medeniyetlerimiz var, kültürümüz var, örf-adetlerimiz var. Bununki devamlılıkını yani şu tarihte o'rganamiz. Qaysi devlet bo'lsa, şu devlet o'zininki tarixini esas qiladi. Yani ma'lumlarning ko'pimi şu o'zininki tarixini tadqiq qiladigan ma'lumlar ko'p bo'ladi. Evvel deganda qo'shni devletlarninki tarixini, başka milletlerning tarixini o'rganishga to'g'ri keldi. Bu sebepten tüpeyli tarix bölüm hem o'zininki milletinin tarihi buludu. Misalga Türkiye'de bo'lsa, umumiy Türk tarihi. Yani bütün Türk tarihinin dersini bergendek. Hem de bu Türkiye'deki Türk halkı şu Asya'da, Şimal Asya'da, Orta Asya'da, onundaki Garp Asya kelib, bir yerde hem Selçuklu devleti hem Osmanlı devletini kurgaçka bu yol boyunca qaysi millet bo'lsa, şu milletinin tarixini tadqiq qilishga mecbur kaldı. Misalga Persler, yani kadimi İranlılar. Bunların tarixini bilishga to'g'ri keldi. A rayondan bu rayonga kelgece nurg'un milletlerle münasebeti buldu. Misalga Kafkasya milletleri, Rusya milletleri degandek. Bu milletlerninki tarixini bilish uchun tarix bölümünde bularninki tarix derslerini açıdamdı. Ama Osmanlı Devleti kurulgaçka bütün Avrupa devletleri, Afrika devletleri bile veya cemiyetler bile münasebeti bo'lgaçka Afrika tarihi, Avrupa tarihi mi buludu? 20. asırdan keyin bulupmun sanayi taraqqiy qilib, xeli bir çoxusu kelganda dünya tarihi degan bir ufqum paydo bo'ldi. Shuningga bu nurg'un mushu mayli Amerika bo'lsin, Xitoy bo'lsin, Turkiya bo'lsin, tarix bölümlerde dünya tarihi degan ders mi buldu? Yani yig'ib kelgan chaqda bu yaman keng bir doirasi bor hamda tarixni. Hamda o'qiydigan kasblar, yani tarixning ichidami kasblar bo'ladi. Bu kasblarma naida ko'p hamda, xilma-xil bo'ladi hamda.
Nurgun devletlerninki ve milletlerninki tarihleri özgece boğan alaylıkları var. Mesela umumi Türk tarihini deydiğim olsak, İslamiyet evvelki tarih ve İslamiyet'in kinki tarih depminde ayrıydı. Şununla her devletin hem milletninki tarihini ayrış, yani tarihini tarihlendirme değil. Bu biraz okşmaydı. Kadimi tarihini mesela Türk tarihini, umumi Türk tarihini mesela alsak, o vaxtda da hem de Xitayca mənbəni bilmesi olmaydı. Çünkü o tarihinin ki tarihi mənbə o. Misalға deyili, İslamiyyətin ki məyli Orta Asiyada olsun, Şərq Türkistan'da olsun, bu Arapça ve Parsça bilmesi olmaydı. Çünkü o vaxtda da yazılan eserlerinin ki bir kısmı Parsça ile yazılan ve Arapça ile yazılan. Şununla bu tarih diyen vaxtda da yalnızla ötmüşdüki bir hikaye emez. Şu vaxtdaki bütün sahalarını tədqiq qilish bilan birlikdə bizga bir to'liq bir da tüz emas, her xırvığı bo'lgan, her bulun pışqaqlar bo'lgan, mana bir bütün bir ko'rinishni yaratishga to'g'ri keldi. Shuningga bu tarixchilar o'tmishni yangidan yezib chiqdi degan gap shu. Yangi degani hamda davr o'zgardi. Yeni devirde metodlar özgürdü, göz qarashlar özgürdü, ideyalar özgürdü. Bu yeni bu göz qarashlar kona cemiyetine yeniden yezib chiqish. Hazır deyimiz bunu yezib çıktı, buna hal kıldı. Bu kitaplıkta qıpqası bulamdı. Onunki fonksiyası yok mu? Misalga yazılan isil tarih kitaplar var. O kitap şeklinde aşıdı tutsa bir yerde, onun gibi bir ehemmiyeti olmaydı. O kitaptaki bilimni qandaq kılıp praktik bilimge aylandırış meselesi var. Ondaq da misalga siyasi ilimleri, xalqara münasibetleri, bolupmu strateji tədqiqatları, şu tarihten çıkan yekünden ağan tecrübe savakı tayinip durup bugünkü meselelerini qandaq hal qılaylı, qaysı yolda hal qılaylı ve bunun ihtimal neticesi neyim buldu dep aşını körələydi. Şununla hazırki devirdeki bazı meselelerini hal qilish üçün ötmüşdeki ilimlerge ve ötmüşdeki tarihinin yaratılgan o neticeye ihtiyaç var. Bu neticeni yaxşı işletken siyasetçiler hazırki işini texim yaxşı qılalaydı. Eğer ötmüşünü yaxşı bilmeydiğen yalnızla bugün uçurgan meseleye özününki aşıkalısındaki aşıncılık bir tecrübesine tayinip durup iş kıldığın olsa köp önce zamanda netice iliş yani müsbet bir tecrübe iliş, netice iliş kıyım bulurdu. Ama şu ötmüşteki tarihini ebek men degendek xıl katlam bile xıl sahanı birlikte ilip bağmağın takdirde ebek degen neticemi çıkaran hulasımı tecrübe savakma çalı buludu. Çalı boğan bir tecrübeyle kılan işlemi çalı buludu. Türkiye'de tarih kesbide okumakçı olan okuyucular qaysı üniversitelerini tavsiye kılsınız? Tabii yani yaxşı məktəbdə okuş lazım. Hem de yaxşı məktəb deginim, hem de məktəbinin ki kurulğan yılı uzun buluş lazım. Ve uzun yıldan beri aşıncılık bir namı buluş lazım. Hem de o məktəbdə eğer de məktəb qılan olsa, o yerde yaxşı malımla, isil malımla, kabiliyetlik malımla bağ degen gep. Yani namlıq malımla boğaşqa üniversiteme namlıq boludu hem de. Şununla qandaq malımda okuşma yaman moyum hem de. Çünkü misalını deyili, bir sınıfta 50 adam okuğan olsa, hemisi pütürüp 20 yıldan keyin qaraydigan bolsak, bazıları isil bir yer kilaleydi, bazıları hiç bir yer kilameydi. Misalga biz Hacettepe Üniversitesi'ne asas alsak, bununki böyle tıbbi fakültesi var. Bu tıbbi fakültede mezun boğan doktorlar, misalga Hacettepe'ninki doktorxanası işleydi deyli. Hemini jığıp gelsek doktorlarınki 1000 var deyli. 1000'nin içinde tonulgan, bilingen, xalqlar taraftan izlengen, namı boğanlarını hemini jığsak belki bir 10-15 çıkıdı. Ama 990 doktor qanda kirgen bolsa şu peti tügütüdü işini.
Yani aşında yaşam aşında tügeydi. Şununla aşı tonulgan bilingen malımlarda okuş çokum o okugucu için cık paydası buludu. Çünkü bazı neslerini malum 40 yılda ügengen nesne okugucuğa 40 minutta belki ügüteleydi. O balıma 40 yıl okuyman dep nurgun kitaplarını okup aran çıkaran bir yekünne malımdan ki 40 minutluk bir dersteme bunu ügüneleydi. Ama o malum aşıncılık buluş lazım. Yani 2000 yıllık tarihte çıkaran yekünne aşında 40 minutun içinde antallısı buludu. Şununla yaxşı malımda okuş, yaxşı məktəbdə okuş bu hem de bir şart. Bunundan başka misalıga aşında yaxşı malımda okuğandan ki bir iş tepiş ceryandıma kayyada okudum, kaysı malımda okudum dese, palancı malımda okudum dese, malımın namından töpeyle bu okugucunun ki iş imkanlarımı biraz asan toktaydı. Eğer de palancı məktəbdə okudum degəndi ki, o məktəbinin ki diplomasıma iğırlığı buludu. Yani bir yerde iş tepişte ya ki bir yerde birbirisini tonuşturgan vaxtıda palancı məktəb tüküncü fakülde malımda okuğan doktora tezini, yani doktora dissertasiyonu matimi de yazgan dep tonuşturgan çağda bu başkaçı buludu. Yani seninki yolun içilidu, imkanlar içilidu, çık işleri bir paydası buludu hem de. Amal yok hem de isil məktəbə kiremedim, isil malımlığımı erişemedim. O vaxtıda hem de üzü çıkarak tırışmak lazım hem de. Bazı yaxşı məktəbdə ve yaxşı malımda okuyamayan ballarımı var. Ama ulamı üzüp çıkan əhvallar var. Bunda nimanıma dikkat kılış lazım. En mühim sual geldi. Bu tarix kesbini bütügenden keyin bunu bütügen okuğucular qaysı xil işlərə uğurlaşa alaydı ve neme işlerini qilish salayetiga ve layiqiga erişalaydı. Hem de bütügenler akademik cette hem de magistr doktoralarını okusa hem de malum bulalaydı üniversitede. Eğer de şu ali məktəbdən bütügenden keyin otur məktəblərdə, toluq veya toluqsuz otur məktəblərdə tarih malumu bulalaydı. Ama bu Türkiye'de misal alacaqda o Nurgun şu 200'den üniversitenin Nurgun'da da tarih bölümü var. Bu tarih bölümünde bütegen ballarının sanı yamancık. Əbəqi degen otur məktəb degendeki yerler toşap gidiyordu. Şununla o yerge bir işimi kıyım buldu. Onundan başka Türkiye'de dershane deydiğen yerler var. Yani misalga toluq otur məktəbə imtihan beriş, üniversiteye imtihan beriş için tayarlıq kıldığan məktəblərim var. Bu imtihan üçün tayarlığını kığızdığan məktəblər var. Bir yerlerde malumlıq kığıl buldu. Onundan başka misalga Türkiye'nin misal alsaq, saqçı idarıga kirgenler köp var. Tarih bölümünde pütegenler. Ve üniversite pütegeçke bir diploması boğaşka devletninki devletinin memuru bulalaydı. Misalga Hacettepe Üniversitesi'nin Edebiyat Fakültesinin pütegenler, edebiyatı pütegen, tarih pütegen, sosyoloji, her sahada ama ictimai fənlər deyilə pütegenlerinin ki köpü devletinin ki memuru bulup işleydi. Yani meyli tarih bölümünde olsun, edebiyat bölümünde olsun, sosyoloji olsun. O aşında körünü vardı da hem de. Ama Türkiye'nin misalı başka devletlerge belki okşumaydı hem de. Hem de bu tarih yalnızla tarih okupla iştepişinin ki imkanlarmışında ama tarih okuyan ceryanda eğer de başka kesiplerine koşup okuyan takdirde o başkaçı buludu. Misalga deyli tarih okuyatkan ceryanda halkara münasebet bölümünde mi ders algan bolsa hazırki üniversitelerde bilisizler koş diplomat bir dömde kinişki bir dömde pütürüş kinişkinin. Şunu hem de şu vaxtlarda kıyım buludu hem de okuşçu. Çünkü o vaxtıda neçə xil dərsini bir doda ilip kıyım buludu. Eğer o kıyınçılıqqa çileyalaydıgan bolsa aşı başka kesibini birlikte yapmamakta da iki kesibinin ki arasında bir münasebetini kuralığan takdirde o yalnız tarih sahadan halkıp başka sahalarıma öteleyen ahval oldu.
Misalga mən sosioloji oxuyman desə, o vaxtda tarixdəki cəmiyyətlərini tədqiq qıla alaydı. Və bugünkü cəmiyyətin haqqında məlumatı buludu. Və yalnızla tarix emas, mən cəmiyyət şünas, mən cəmiyyətini yaxşı bilmə deyəndən ki, onunki iş imkanları yana peyda buludu. Mujuna oxşaş başqa kəsblərini qoşub oxuşma, onunki iş imkanını köpədərləydin. Həm də tarixini muşu strategiya ilə birləşdirən vaxtda onunki əhvalı yana özgürdü. Əbə mən dedim, bu tarixdən neymi ügünümüz? Xata qılmaslıq məsələsini ügünümüz. O təcrübə savaqlığı tayandırmız və bugünkü məyli siyasi ilim olsun, məyli strategi tədqiqatlar olsun, məyli xalqara münasibət muşunun oxşaydığan bilimlər olsun, bulağa tarixi təcrübə lazım. Tarihi təcrübələr bulağının işini asanlaşdıralaydı. Əgər də mən tarixini oxub, yekününü üzəm çıxıralırsam, bugünkü mən deyən sahalarıma paydalıq bulalaydı. Ondaqda mənim oxuyan tarix nurgun sahalara çetişqaşqa ki, tarixdəmişində, ötmüşdəmişində, hazırma şu başqa kəsblərə çetişdiralaydığan boğaşqa, başqa kəsblərdəmə oxuyalaydığan oldu. O vaxtda Təşqi İşlər Ministerlikdə diplomat bolalaydı. Devletin planlama təşkilatları da strateji planlama qılalaydı. Strateji tədqiqat mərkəzlərdə işləyələydi. Xilmi-xil misalıqa iqtisad, ticarət, din tədqiqatı, örfat tədqiqatı deyəndək mərkəzlərdə işləyələydi. Onun dairəsi texmi kəm oldu. Əgər də mən oxuyatqan cəriyanda, mən Türk tarixi qızqımən, oxuyatqan cəriyanda mən Qazaxca, Qırğızca, Uyğurca, Tatarcımı üyəndim. Ondaqda seninki mən sanıqan millətlərinin qurğan devlətlərə verilmişliyi oldu. Diplomatmı oldu. Şununla yalnızla tarix oxuş bilə əməz, onunla birlikdə başqa kəsblərimi qoşub oxuğan çağda yollar içilidu, işiklər içilidu və xalığan bir kəsbə ilgi bolalaydı. Siz Şərq Türkçəlük oxucularınki tarix oxuşunu tövsiyə qılmışsınız və qaysı kəsblə birləşdirib oxuşunu tövsiyə qılmışsınız? Mən həm də üzəm, həm doktorluqda oxub, həm tarixdə oxub, həm xalqara münasibətdə oxub qıqaşqa. Mən tarixini oxusun deyməmdi. Çünki tarix oxuyan adam başqa adamlarla oxuşmaydı. Qayada oxuşmaydı deyəndə bir məsələyə qartılğan vaxtda bu məsələnin səbəbi nəmi deyə başda oylaydı. Çünki tarix oxulaşqa metod aşında. Amma hər qanda məsələnin birdən köp səbəbi buludu. Normal insanlar şu aran bir səbəbini tapıdı. Amma tarixçilər neçə səbəbini tapalaydı. Çünki bir tərəqqiyyatının ki yaratılışı nurgun səbəbdən peyda buludu. Nurgun amilinin təsirin aslında özgür qilishmi mümkün tərəqqiyyatçı. Şununla bu nəticəyə biribdi, bu nəticə yaxşı ya ki əski, ya ki müsbət, ya ki əməz. Digənlə anlığa ilgi bulalaydı. Bunda anı yalnızla tarix bir alaydı. Əvvəl dedim, tarix ötmüşdü ki, insanların qıqan işləri. Başqa kesibdə bunda əhval bulmağaşqa təcrübə savaq aciz buludu. Şununla tarix oxuğanlarının ki, məntiqisi biraz başqaları oxşmaydı. Yenə əvvəl mən deyəndək, yalnızla tarix yetməkdəmdi. Başqa kesiblərini qoşqan təqdirdə bu disiplinlər arası münasibətlərdə idi. Yəni xilm-xil kesiblərinin bir-birisi ilə çetişişi, bağlanışı. Əgər də bunda bağlanılan vaxtda, misalға sosioloji deyilən olsaq, sosiologiyanın ki, nurgun metodları var. Tarix tədqiqatda o metodunu işlətkən vaxtda, tarixdə biz körəməyən bəzi məsələnin körəməyən tərəfini körələydiğən bu qalımız. Tarixdəki bəzi metodunu sosiolojide işlətkən vaxtda körəməyən cəmiyyətinin ki, münasibətlərini körəməyən tərəfini körələyən bolumuz. Əgər də qaysı kesib ki, qızıqqan bolsa, qoşumcu aşı kesibini oxusa boldu.
Misalga deyli, xalqara münasibətini oxay. Çünki xalqara münasibətini oxuyan jarayonda xalqara qonun, xalqara ticarət, bu xalqara iqtisadi degəndək, xalqara finans degəndək, muşlağı çitişqaşqa, mən xalqaravi bir adam olma. Mən bu kesib ilə yalnızca Türkiyədə emas, Germaniyada, Amerikada, Fransiyada mı işləyələyəm deyilən bolsa, o vaxtda da xalqara münasibətinin dərsini ilişqi doğru gəldi. Həm tarix ötmüşündən ağan təcrübə ilə bugünkü yüzləşidiğən məsələlərini həll qilishda sən bir məntiqə, bir metod öyrənişkə başqasıға qarğancaqda sən çaqqan işini həll qıla alaysan. Çaqqan işlərini həll qılıb köp zamanlarda təcrübə savaqlar köp olsa, onunla tayinib durub qılğan işinninki nəticəmi köp zamanlarda doğru çıxıb qalsa, o vaxtda da başlıqlarının közüge başqaça görünsə. Siz tarix kəsbini oxuş təcrübəniz nə? Bir söz ötməgən bu sonsuza. Nədən başladınız, azam qaysı orunda işlədirsiniz? Qaçan başladınız tarix kəsbini? Mən əslində otur məktəbinki axırki sınıfda, yəni 8-ci sınıfda qızqışqı başladım. Mən Xitay Ləncoda tuğulub çoğunluğa Uyğurların arası çoğunluğa emas. Ama Uyğurlar qanda bir millət deyən nəzki biraz qızqatdım. Şu vaxtlarda oxuşqa başılğan. Başda xalqlarını izbəgən tarixlərini oxuymuşamdı, tarixçilərin kitabını. Kim bu yetməyəndi ki, mənbə oxuşqa tırışdıq. Həm də köpüncə çox Xitaycını oxuduq. Toluq otur məktəbini pütürdüğən vaxtlarda həm də nurgun mənbəlik kitablarını oxuğan oldum. Amma öydəkilər həm də mənə doktorluqqa zorluq aşqa, amal yox, üniversitede doktorluqqa kırdım. Şu doktorluq oxuatqan cəryandıma nurgun yanı tarix kitablar, siyasi, iqtisadmışda qızqıdığan, ya ki mən oxuatqan cəryanda biləməyən bəzi məsələlər var. Misalға ticarət qandaq oldu, iqtisad qandaq. Aşınanlarla münasibətlik nəzərlərini oxuşqa qızqatdım. Amma o vaxtda da tövən bir səviyyədə oxatdım. Çünki kitab müğuncilik yoxdur. Keyin andan ki, Türkiyəyə gəlgəndən ki, mənimki diplomamı dənkliyidəydi. Onun ki, tonuşunu həll qılamadım. Qılamağandan ki, tarix oxay bunun qızqandan ki, tarix oxudum. Həm də bölümdə malımlarımı məni yaxşı gördü. Yaxşı görgəşkə pütəgəndəmə şu məktəbə ep qaldı. Məktəbə ep qalğan vaxtda, bölümü ep qalğan vaxtda mən təqə doktoranımı pütəməyən vaxtımdır. Amma şu doktora oxuatqan vaxtda xalqara münasibətə qızıb qaldım. Və şundaqla doktoranınki dərslərini tügütüb, dissertasiya yazdığım vaxtda onunki xalqara münasibət oxuş və ondaq bir imkan olub qaldı mənə. Şununla onu oxudum, şununla dissertasiya keçib qaldı. Onunla Kinanınki 99 və 2001 gecə onu oxuduq. 2003'te anandaki dissertasiyanı bitirip yani şu məktəbdə qaldım. Qoşumcu olub Türkiye'de nurgun işki strategiya tədqiqat ya ki akıl ambarı digən organlarda işlədim həm də. Orta Asiya və Şərq Asiya mütəəssib olub. Şununla bu həm bugünlə, həm ötmüşünü birlikdə tədqiq qılıb kilovatımız. Tabii benimki bunlarını oxuşununki məqsədim həm də millətimizə bir payda sıvılamı digənlik filə. Bu misalға 96'da Xitay və Türkiyənin arasında üniversitenin diplomalarını tonuş bilə münasibətlik bir kilişim boppu oldu. Mən o vaxtda da yan kesibimdə özgərsəm, doktorluğunu oxusam oxatdım, amma o vaxtda da mən tarixininki magistrini tügətkən vaxtım həm də. Həm də bu kesibki qızıb qağaşqa və insan ötmüşününki ədəmlərini qıqan işlərini oxuğan siri insan üzünü akıllanğandək his qılır. Demisəmə tarix bir əynək. Əynəkə qarab insan üzünü tüzvağandək, cəmiyyət tarixə qarab üzünü tüzdələydi. Şununla bu strategiya tədqiqatının ki laboratuvarı tarixdir.
tarih bo'lmay strategiya tadqiqotini qilishmi qiyin bo'ldi. Xalqaro munosabatmi shunda. Tarix o'tmishi bo'lmay bugunni tadqiq qila olmaydi. Chunki bugun ko'ringan har qanday vaziyat o'tmishning bir sababidan tufayli bugün bu haliga keldi. Muşlarni tushungandagi men dedim bu tarix insonni aqlli qila oladigan, xato ishni qilg'izmaydigan emas, ya'ni az qilg'izdi-da, ya'ni tajriba saboqdan tufayli shunga tarixga qiziqib kelyapman ve tarix meselesinde ben hiç zerikmedim yani öğrenişten. Hazırgacha men şu her gün yani şu tarix ve bugünkü hazırki paytdagi taraqqiyotlarni hammasini birlikte o'qib kelyapman. Rahmat. Tarixning qanchalik muhim ekanligini yana bir qator texnik bizga oydinlashtirib berdingiz. Rahmat aytamiz tekrar. Men rahmat aytaman.